Meyxanaçı Kərim Novruzov vəfat edib. Yeni Sabah xəbər verir ki, tanınmış meyxanaçı uzun müddətdir davam edən xəstəlikdən sonra bugün dünyasını dəyişib. Onun ölümü yaxınları, sənət dostları və meyxana sevərləri arasında dərin kədər hissi ilə qarşılanıb. Məlumata görə, Kərim Novruzov bir neçə ildir səhhətində ciddi problemlərlə mübarizə aparırdı. Xüsusilə 2017-ci ildə beyninə qan sızması onun sağlamlığında ağır fəsadlara səbəb olmuş. Bundan sonra müalicə prosesi uzun müddət davam etmişdi. Həkimlərin səylərinə baxmayaraq, sənətkarın vəziyyəti tam stabilləşməmişdi. Qeyd edək ki, Kərim Novruzov meyxana sənətində özünə məxsus üslubu və çıxışları ilə tanınırdı. O, illər ərzində müxtəlif məclislərdə, tədbirlərdə iştirak edərək bu janrın sevilən simalarından birinə çevrilmişdi. Mərhumun dəfn mərasimi və digər detallarla bağlı əlavə məlumatın veriləcəyi bildirilir. Allah rəhmət eləsin.